Qardaşımı mənim ədyalın arasında gətirdilər və tanınmaz şəkildə. O həmişə danışırdı, mən böyük vəzifə yiyəsi olacağam. Mən gedib oxuyub vayenli olacağam. Mən Azərbaycanımızı qoruyacağam. Çünki mənim babam həmişə Azərbaycanı qoruyub ona görə. Gəldi, Moskvaya gedəcəkdi, Moskvada oxumağa. Onu Kəlbəcərin çox böyükləri bilirdi. Sonra o imtahan verdi, məktəbə girdi. 6 ay idi, məktəbdə oxuyurdu. Qəfildən 20 yanvar oldu. Yerimiz çox hündürdü. Hər yeri görürdü. Televizorumuz vardı. Gördük axşam idi. Dedi ki, Bakıyı qara duman bürüdü. Dedik, niyə görən qara duman bürüdü? Televizor göstərmədi. Səhərə kimi televizorun qabağında durdum. Səhər televizor göstərdi. Göstərəndə gördüm. Bakı təmiz qırılıb. Qırıq maşınlar, cinazalar qoşa-qoşa getmək, ağlaşma, onlar orada ağlaşır, mən də televizorun qabağında. Nəysə, 5 gün keçdi, 6 gün keçdi, bir səhər bir də gördüm, qapımız döyüldü. Baxdım ki, bacımgilin qonşusundan bir oğlan gəldi ki, sizi çağırırlar. Biz də getdik, gedəndə gördük, Sovetlik, bacımgil də Sovetliyə yaxındır. Sovetlikdə gətiriblər, Firuzə təhvil veriblər ki, sizin Sovetliyin adamıdır. Ağır vəziyyətdə, bir həftənin içində o boyda oğlan elə olmuşdu çöp kimi. Gəldim, gələndə baxdım, tanımadım. O qonşular deydi, səni daşa dönək, Firuzdur, bildinmi? Təzdən belə diz çöktüm. Qarda yağmışdı, heç maşın, traktor, heç nə işləmirdi. Cəmaat apardı ədyalına. Getdi, orada el şen olsun. Firuzun tank vurub, içəridə qaraciyarı dağıtmışdı. Ağzından gəlirdi. Bir ay yaşadı. Fevralın 20-sində qəfildən elə həmən axşamca 20-si gecəsi candan oldu. Ana, mən də anayım. O qədər də başıma döydüm. And içirəm öz vicdanıma. 15 il mənim başımdan yarası getmədi. Odun vurdum ki, başıma ölə bilmədim. Ən gözəl yaddaşımda qalan onun xatirələrindən biri evdən çörəyi götürürdü, gizdin aparırdı, meşədə qar yağanda quşlara tökürdü ki, ac qalmasın. Su aparırdı, mənə yazdırardı. Bir günləri idi, ölümünə 3 gün qalmışdı. Gəldi, oturdu qabağında, uzun saçlarım var idi, saçımı darıya söhbət edirdik. Belə əlindən saçımı tutdu da dedi ki, Gülanə, məndən sonra bu saçları saxlama. Ölümündən 3 gün sonra saçımı kəsib aparıb başdaşından asdı. Yəni, Getdim də bax bu yayda qəbrinin üstünə Kəlbəcərdə. Qəbrini düşmanlar elə qırışlayıb orada 20 yanvar yazıldığını. Mən o qədər belə nətəri deyim, ürəkləndim ki, elə bildim Firuz ölmür. Firuz sağdır. Firuz dağların başında saç çalır. 20 yanvar şəhidlərinə dedim ki, öz içimdə qardaşım, gözünüz aydın olsun. Artıq həqiqətən ruhunuz qürurla göy üzündə bərq vura bilər. Qanınız alındı.